Sənə bu günə kimi nə eləmişəmsə haram xoşun olsun. Sənin övladların üçün elədiklərim başqa. O mənim Allah tərəfindən qəlbimə düşən eşqi idi. Amma sən heç birinə layiq deyilmişsən. Bax, balaca uşaqlar belə səndən daha vəfalı çıxdılar. Daha sadiq çıxdılar bu günə kimi. Sənə sadəcə ayıb olsun. Siz bu videoya baxırsınızsa əgər, bilin ki, mən artıq Şəhriyarın həyatında yoxam. Şəhriyar da artıq mənim həyatımda yoxdur. Bunları bütün bu hekayə bitəndən sonra bütün Azərbaycanla bölüşəcəm. İndi də bunları paylaşıb ona çox gözəl bir sürpriz eləyə bilərəm. YouTube-u açar və öz biabırçılığını görər. Amma bunu indi paylaşmayacağım. Bunun davamında onun başına elə oyunlar açacağım ki, siz bu videoya artıq baxanda mənim Şəhriyarla yaxından uzaqdan belə artıq əlaqəm qalmamış olacaq. Amma heç nə demirəm. Ağlayıb özümü zəifdə göstərmək istəmirəm. Amma keçirdiyim 2 ilə yazıq. Çox yazıq. Sabır. Bu kadar vicdansız